Ukrayna dekabrın 29'una keçən gecə Putinin Novgorod vilayətindəki iqamətgahına nə az, nə çox 91 ədəd PUA-yla hücum edib. Bu barədə Rusiya Xaricilər Naziri Sergey Lavrov məlumatında qeyd edib. Onun sözlərinə görə hava hücumundan müdafiə qüvvələri iqamətgaha hücum edən bütün pilotsuz təyyarələri məhv etməyi bacarıb. Nazir əlavə edib ki, Rusiya cavab zərbələri üçün hədəfləri və onların həyata keçirilməsi vaxtını müəyyən edib. Lavrov bununla bağlı Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacağını da vurğulayıb. Lavrov Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılması ilə bağlı Ukrayna prezidentinin təbii ki və onların hakimiyyətinin atdıqları addımlarının heç də doğru olmadığını da dilə gətirib. O əlavə edib ki, Rusiya sülh danışıqlarında irəliləyişə xələl gətirmək istəmir və Kiyev hökuməti isə bunun tam əksini nümayiş etdirməyə çağırır. Hər halda Ukrayna tərəfinin hücumlarını bu şəkildə Rusiya rəsmiləri qarşılayırlar və konkret olaraq Sergey Lavrovun bununla bağlı reaksiyası da qeyd etdiyimiz kimidir.